Çöhrelerde sevgi var, yüreklerde min arzu, çöhrelerde sevgi var. Cem olubdu dost tanış, qonaqlara min almış. Böyük toyuma gelim, össün neçə bahar qış. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Sen de Müslüman oldun, arzuya kama çatdın, sen de Müslüman oldun. İlden ile böyüyüp igid bir oğlan oldun, İlden ile böyüyüp igid bir oğlan oldun. Cem olubdu dost tanış, qonaqlara min almış. Böyük toyuma gelip össür neçə bahar qış. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Össür neçə bahar qış. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, şirin bala, noğul bala, şəkər bala. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, gül bala, kiçik toyun mübarək. Həmişə kərlavu bala, kiçik toyun mübarək. Gözəl bala, gül bala, kiçik toyun mübarək.
talehin karası düşür könlüme, anamın laylası düşür könlüme, anamın laylası düşür. Vay sen. Uşaklı dünyanın havasıdır o, sağlamaz derslerimin havasıdır o. Hazreti Fatime dünyasıdır o. Gül üstünde elin henasına düşür könlüme, anamın laylası düşür. Gül üstüne elinin henası düşür könlüme, anamın laylası düşür könlüme, anamın laylası düşür. Ömrüme kör olaram, lan köylekle kor olaram. Düğün düşer, düğme dünya, gel anama ya. Değme dünya, gel anama ya, 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 ya. Senin kudretine kurban olum. Senin kudretine kurban olum. Şan olum Babekiye.
kurbanam ya, ayınca dilim gel. Bakışına kurbanam ya, gelişine kurbanam ya, gülüşüne kurbanam ya, ayınca dilim gel. Beni ay kara telim gel, beni ay şirin dilim gel, beni ay kara telim gel. Akşamınız xeyir olsun əziz oğullar, əziz qonaqlar, uzaqdan yaxından gələn qohum əqrəba, analar, bacılar. Bu gözəl məclisdə bugün Bəhərəm qardaşımızın gözəl babasının sünnət düğünündə hər birinizi xoş gördüm, xoş gəlirsiniz, səfa gətirsiniz, gələn ayaqlarınız var olsun. Hər gələn qonaq əzizdir bizim üçün, hər gələn qonağa gözün üstündə yer var. Buyurun, əyləşin, geçdə duran, koridorda duran qardaşlar, buyurun, keçin, əyləşin. Bu gözəl süfrəmizdə oturun, kimin kimlə sözü keçir, kimin kimlə oturmağı xoşdur, kimin kimlə 50 qram limonat içməyi xoşdur. Əyləşin, buyurun, keçin, xoş gəlib, səfa gətirirsiniz. Ama siz yemeğinize bakın, içməyinizə bakın. İndi qarayacılı verərlər. Tak kirmələri gözləyirik. Hər şey yerindədir, hər şey darmaqdır. Şükür mənim də aksaqqalımız kimi, elimizin bir ziyalısı kimi, müəllimi kimi o da bir məclisimizi açsın, açıq elan etsin. O zaman biz də yavaş-yavaş başlayaq. Hörmətli xanımlar, bəylər, axşamınız xeyir olsun, hər birinizi salamlayırım. Bu günləri Rəsul bəyin kiçik sünnətini təbrik edirəm, mübarək olsun. Məclisimizi açıq elan edirəm, təmadamızda rövşən rəhmət. Çox sağ olun, müəllim, çox var olun. Deyəsən elə, kirbələr də gəldilər, yetişdilər. Sizi gözləyirlərmiş, sizi bu gözəl açılışınızı. Xoş gəliblər kirbələr, gəlib onda bir kirbələr musiqisindən qarşılayaq kirbələrimizi də. Buyurun. Yol verin ki ben geldim, en aziz adam geldim.
sapay gel Eşinin o külmene benim amcan külmene Deyim evlatlara çaldırın toy külmene Eşinin o külmene benim amcan külmene Deyim evlatlara çaldırın toy külmene Yaşayan çalacağım. Var olun, bir daha hoş geldiniz evvelerde. Var olsunlar dede babalarımızdan kalma bu adeti yaşadanlar. Ve her bir Müslümanın geçtiği bu yol mutlaka böyle toy bayramla, mutlaka böyle musikiyle, mutlaka böyle şadırmalıkla hevaz olunur. Buyurun ezbaraklar, buyurun. Buyurun, hoş geldiniz, sefa getirmişsiniz. Spasiba вам, девушка, спасибо. Kulu ve emelleriniz var olsun. Dost yolunda. Mahire de diyeceğim, mahire olur, aynı rahat. Bilmiyorum birazdan mı tarifleyeyim sana, yedi mi tarifleyeyim? İnanırım sen 4 tane hemen yedin, bir 4 tane da İbrahim. Göreceksiniz, eve bir aşmış gibi, eve bir aş derleyeyim. Sana da parmağın var orada, ama yazan. İnan Allah'a, belki de ömrümün son 30-15 yılında aş vermiştim. Bugünkü günün sabahlarını Mesut oramızda ülkemesi lazım verenler yerine bu mesele arasında görüşürler. Bugün Raşen başkanlarımız koyunlarımızı bir alkışlarımız gelsin karşılığına.
Müslüman dünyasına, onsuz da Müslüman alemine son vaxtlar kəz gözler bakmağa başlayıb. İnşallah bizi yaradan Allah, bizim boğucu Allah'ımız o gözleri oyar, o gözleri opalayar, o gözleri döker. Günahsız Müslümanları hiç kesin, hiçbir namerdin elin altında bırakmaz. Hoş gəlibsiniz, sefa gətiribsiniz. Gələn ayaqlarınız var olsun. Bu güzel anı, bu güzel dəqiqəni, bu güzel saati, bu güzel saniyəni gerçəkləşdirməyimizin səbəbi Resul bəyimizin kiçik toyu, sünnət toyudur. Dediyim kimi yaşıl pasport veririk. Dediyim kimi Müslüman aləminə qəbul edirik. Dediyim kimi her bir ailələrdə bəzən olur, oğlan uşağı biraz geç dünyaya gəlir və bəlkə də Məhərrəmin də həyat yoldaşı Zeyfiranın da arzuladığı, dilədiyi bu niyyət, bu arzu həyata keçdi ki Resul dünyaya gəldi və onun da adını elə Resul, yəni elçi olaraq qoy elə, o da Allahın elçisi olsun, qoy o da elə xeyir işlərin elçisi olsun, qoy o da elə gözəl işlərin elçisi olsun, qoy o da elə evin elçisi olsun, obanın elçisi olsun, o da elə sevdiği insanların elçisi olsun. Ve bu elçilikten xeyir getirsin, bereket getirsin, güzellik getirsin, sevgi getirsin, ateşbaşanlık getirsin, böyüsün, yekûvan olsun. Ve inanın ki iller tez ötüp geçir. İller birbirini tez atlayıp gelir. Gözümüzü yumasacağıq ki balamız artık məktəb partası arkasındadır. Bir de gözümüzü yumasacağıq ki institut partası arkasındadır. Bir de gözümüzü yumasacağıq ki artık yeni dəvətnamə bu dəfə sevgi toyu, məhəbbət toyu, böyük toy olacaq inşallah. O günləri çatmaq için, o günləri yetmək için, sizlerin de bizlerin de iştirakı olması için bu güzel bəyimizi o masa arkasında əyləşib Müslümanlığı qəbul edən Resul balamızı yürekten bir alkışlamanızı el çalan elleriniz var olsun. Kaldırın vadeleri, kaldırın dostlar. Müslüman aleminin, Müslüman neferinin biri de arttı. Tahtası, çantası, düşmanlar, yatlar, Müslüman neferinin biri de arttı. Böyle itikadırla dine, imana, dincine, köbrete, hakka, Kur'an'a bir müjde göndererek böyle olan Müslüman neferinin biri de arttı. Bu hayattan sınırlarımız daha da artsın, daha da güzel olsun, daha da sağlam olsun.
Doyuranların qoyun olsun. Allah həmişə gözəl günlər qismət eləsin. Və söhbət gəlin babalardan gedir, söhbət gəlin nələrdən gedir. Sözsüz ki, bizim o tərəfdə Bilənlər məhəlləsini belə keçəndə biraz orada kaskazan da geyinirdiler. Əvvəllər daha yaxşıdır, sürühdür, hər şey yaxşıdır. O arxa tərəfdə o ağaçların, xüsusilə göz ağaçlarının altında babası gözəl bir süfrə salıb, Abbasəli babası, Nazlı nənəsi xeyir duasını göndərib, salamlarını göndərib, biz də buradan salamlarımızı göndəririk, o hədiyəsini də göndərib öz gözəl nəvəsinə, o cümlədən Səbət müəllim. Onlar durdu, elə bir yerdə o ağaçlığın altında bizət yeyib içmə əhdi çağırırdı, Gülzada nənəsi də oradadır, bütün sağ olsunlar, bütün orada olan babalar, nənələr. Buradan salamlarımızı göndəririk, bir daha deyirəm Abbasəli babasına, Nazlı nənəsinə, Səbət müəllimə, Səbət babasına, Gülzada nənəsinə. Canları sağ olsun, o elə nəvə toyunda sevinsinlər, nəticə toyunda sevinsinlər, sevinçləri bol olsun. Sevinçləri bol olsun. Bu ki qaldı, burada olan nənə babalar var. Sözsüz ki, bayaq məclisimizi açıq edən Şükür müəllimə razılıq veririk bir baba kimi. Allah razı olsun, buyursun. Yenə ondan sonra Şəmil babası, Müşküraz nənəsi, Zeynov nənəsi, Ahmet babası, Nazlı nənəsi, buradakı yəni Kirbənin ata-anasından söhbət gedir. Mən o söhbət getmişkən böyle aksakallarımızı mən dəvət edib belə bu başdan. Bax, cənab polkovniki dəvət edib, sən gözəl məclisindadır, Tarverdi müəllim buradadır, bir baba kimi olsun, iştirak edir. Süleyman qardaşımız bir baba kimi olsun, o da iştirak edir, aksakallar kimi dəvət edir. Babalar Şükür müəllim də yəni tək gəlməsin, bir yerdə çıxasınız, təbrik edəsiniz. Xahiş edirəm, buyurun, gəlin. Həmçə gözəl günlərdir, dostum, qardaşım. Gelsinler, adı çekilen çekilmeyen özünün nene babasaya herkes buyursun neydi? Baba nene bir evin çöreğiydi. En esasında dediğim gibi bereketidir. Buyursunlar, buyursunlar gelsinler. Adı çekilen babalar, neneler. Camaşir babası, Yalan Camaşir, Gülcöhre nenesi, Elbire nenesi, Şamil babası, Müşkiraz nenesi, Şükür babası, Eyran nenesi, Mehmet babası, babası. Tarverdi müəllim, buyurun. Süleyman müəllim, siz də buyurun. Xahiş olun. Gəlin, el axsaqqalları kimi. Vacib deyil ki, baba kimi, el axsaqqalları kimi. Bu körpə balamıza xeyir dua verin. Bu körpə gələn qonaqlarımıza xoş gəldik. Verin ki, süfrəmiz də bərəkətli geçsin, gözəl geçsin, şadlı geçsin. Buyurun. Sağ olun, sağ olun. Ama Allah babanın canını sever mi? Allah onu boya başa çarpsın. Allah onun her bir güzel günü sağ kısmet edilmiş olsun. Büyük güzel Müslüman Müslüman. Onun meydanı meskene gitmeye, evlenip koyunemeyi Allah sağ kısmet edilmiş olsun. Sen tebrik ederim. Onu fərqləmək olsun. Bəzən ki, belə mənim olmam var. Ben büyük oğulacağını tebrik ederim. Boya başa çatsın. Bu hayat değerman gibi bir şeydi, tekerdi. Biz yavaş yavaş boşanırız. Onlar zamanlaşı yavaş yavaş kalkacak. Yani boyu tebrik ederim. Sizi ki 12. toyunda Allah'ın nasip böyle toyunda. Bütün burada oturan arkadaşlara, bütün burada oturan bizim milletim hamısına kısmet edilmiş olsun. Sağ olun. Akşamınız xeyir əzizlər dostları, bugünkü Nizamət bugünkü xeyirişə xoş gəlmişik. Bugünkü xeyirişi bütün Azəri xalqın hamısını mən arzulayıram. Əmərəm, səndən təbrik edirəm. Bugünkündən toydu. Allah onun boyun toyunda Allah bizə qismət eləsin, ilkərimizə hiç olmasın. Bir sabah balaca uşaq ediyordu, bir üzü sünnət eləyirik. Kafamma yoxdur, olmasa da ürəkləri buradadır. Mən dedim, bizdən gilmə təbrik edirlər. Ürəkləri buradadır. Buna baxmayaraq bir toy gözəl keçməlidir. Bir yüksək bir zirvədə. Hamıza can sağlığı, uzun ömür arzulayıram. Sizin ailənizə də xoşbəxtlik. Istəyirəm ki, bir gözəl bir sən oğlun bizim hamımızın bir nümunə olsun. Böyüsün, başa çatsın, oxusun. Hamımızı bizi sevindirsin. Sağ olun. Həmin sözlərə qarşılığında hələm gözüm aydın olsun. Bin balanın xeyir işidir. Gün o gün olsun ki, onun böyük toyunu görmək Allah təala qismət eləsin. Ona baxıb fəxr
edəsən. Yekəkçilərdən olsun, adlı sana olanlardan biri olsun. Xoşbəxt olsun, yekək kişi olsun. Dərman Buvasında kənddən gəlib, xoş gəlib, safa gətirib, gələn əxləri var olsun, həmişə belə gözəl toylara. Mən bilmirəm, Nərminə ilə də Zəruriyə asıl pribaşeniya mı lazımdır? Elə demə, gəlsəniz. Çox sağ olun. Mən ən əvvəl bütün məclis iştirakçılarını salamlayıram, axşamınız xeyir deyirəm hamıya. Mən çox şadam, bugün mənim öz gözəl Qabal elimin insanları ilə belə gözəl məclisdə görüşürəm. Onlarla salamlaşıram. Bayaq elə özünüz gördünüz ki, musiqiçi nümayəndələrdən birindən görüşüb öpüşdük. Uzun illərdir görüşmürdük. Yəni, necə deyərlər, mənim üçün iki qat bayramdır. Çünki uzun müddət görmədiyim dostlarımı, yaxınlarımı bu məclislərdə görüb yadıma salıram. Nəvənin xeyir işinə ən çox sevinən baba nənələrdir. Mən də birinci növbədə bugünkü Rəsul bəyimizin babalarının, nənələrini təbrik edirəm. Deyirəm, gözünüz aydın olsun. Valideynlərini təbrik edirəm, onlara göz aydınlığı verirəm. Arzu edirəm ki, Rəsul bəyimizin böyük toy məclisində iştirak edilmək, onu təmtəraqlı keçirmək Allah da onlara qismət eləsin. Allah xoşbəxt eləsin, onlara can sağlığı, uzun ömür arzulayıram. Sağ olun. Zeynifə xanım, Məhərəm bəy, sizi bugünkü günahda təbrik edirəm. Evlatlarımız haqqında mən əvvəla bütün ailələrə, yeni quran ailələrə hamısına arzulatı qədər oğul qutarlayıram. Xüsusilə ailələrin, hər bir gənc ailənin oğul evladı görmək və ona sünət söyləmək onun ən böyük arzularından biridir. Sizin ən böyük arzularınızdan biri reallaşır. Arzum budur ki, Rəsul haqqında, Rəcəbov evlatlarınız haqqında bütün arzularınıza çatasınız. Və bugünkü bu kiçik toyun elədiyimiz Rəsul Bayın gələcəkdə böyük toyunu görmək, onu oxudub, ona təsir vermək, onu xoşbəxt günlərini görmək Allah qismət eləsin. Sağ olun. Zərnurə nənəsi, Nərminə gəlsəniz, buyursanız. Gözəl mahnılar gəlsin bu gözəl babaların, gözəl nənələrin şərəfinə. Buyurun.
bax elə orada istər Masarı babası, istər Səməd müəllim, istər Nazlı nəvəsi, istər Cüzədə nəvəsi öz hədiyələrini də göndərdilər gözəl balamıza, qızıl hediyəsi göndərdilər, 100 sıfır açıqlar. Ben de deyirdim onlara bir sağ sabahsı Aysuat göndererek, Ermağan eləyək buradan o babalarının, Səməd müəllimin, Abbas Əli babasının şərəfinə bu musiqilər, bu bir aşıq musiqisi geçsin. İcazə verdi Şüqdə Alaçıq qrup. Müqəddəs bir ocaq çatıb adaqlar. Qoynumdan bərk vuran sal qayaları mən də qucaqlayım. Yatım adaqlar. Aşıqların sazı sözüyəm bugün. Yanan ocaqların közüyəm bugün. Dədə Ələskərin özüyəm bugün. Sanmayın özgəyəm yadam adaqlar. Küsmüşəm dostumla barışdır məni. Götür qartalla yarışdır məni. Ölsəm torpağına qarışdır məni. Bəlkə murazıma yetim adaqlar. Allah'tan da bütün insanların murazına yetirsin. Dileğine yetirsin, arzusuna yetirsin. Ve bir daha burada babalarının göz aydın olsun ve Eyvaz Müəllimin ifasında da olan bir saz havası. Çok sağ olsunlar, elə babaların göz aydın olsun, döysün, yekə kişi olsun. Hediyemizi de verək, gətir. Gəhər bizim o gələcəkdir. Buradadır. Babalarının hediyesi təqdim olmuş. Baba hediyesi güzel olur. Xahiş bir almış gelsin. Hepsinin Allah'ınız var olsun. Peki oğlan olsun inşallah böyle doğrunda. Buyur. Böyük təyənə yığışar, var ol, qoşunlarım. Xeyir işlərimiz mübarək, hamının göz aydın olsun, elimiz obamız var olsun. El var olanda biz də varıq. Müharrəm, böyük təyənə qoşun. Sənin şahlıqda gözəl mahnı oxuduğu, yanıq kələmi oxuduğu yadıma düşdü. Var ol, var ol. Əzizim balasının ürəkdə od qalasın. Sən istərsən balanı, balan böyüsün, istəsin balasını. Evlad deyən dilinə qurban. Yaraşıqdır, evladın insana inan. Nə cürə atana, anana hörmət edəcəksən, evladın da gedəcək o yollarından. Uğurlar,